Salam. Azərbaycan Xalq Parlamenti Seçki Komissiyasının tələblərinə uyğun olaraq əmək və ictimai sosial fəaliyyətim haqqında 2-3 dəqiqəlik video çaxla qeydiyyata alınmağım üçün sizə bildirirəm. Mən Rəsulov Yaşar Rəsuloğlu 1963-cü ildə Şəki şəhərində anadan olmuşam. 1997-ci ildə Gəncə Kənd Təsərrüfat İnstitutunun Mexanikləşdirmə fakültəsinə daxil olaraq mühəndis mexanik fakültəsini bitirib injiner mühəndis olmuşam. Şəki şəhərində müxtəlif vəzifələrdə çalışmışam. 17 il ərzində həmişə çalışmışam ki, hər bir sadə peşə adamlarının sosial qayğılarına əməli köməklik etməklə mövcud qanunlara riayət edim. Əsl vətəndaş mövqeyim, ədalətli olmağım, qanunlara hörmət etməyim məni yüksək vəzifələrə aparmasa da, xalqın yanında olmağım mənə müsbət stimul vermişdir. İctimai siyasi fəaliyyətim haqqında qeyd edərkən bildirmək istəyirəm ki, mövcud partiyaların fəaliyyətində, mövqeylərində xalqın, vətəndaşların xeyrinə sözdə yox, əsl əməli çalışmasını bu keçən illər ərzində görmədiyimdən mən öz siyasi fəaliyyətimi partiya daxilində aparmamışam. Mən fərdi şəkildə mövqeylərimi yaşadığım bu müddət ərzində bu hakimiyyətin yaratmış olduğu sosial ədalət prinsiplərinə zidd olan bürokratik əngəllərə qarşı mübarizə apararaq aidiyyəti üzrə yazılı və şifahi öz etirazlarımı dəfələrlə bildirmişəm. Mən etdiyim bu mübarizə fərdi şəkildə olsa da, xalqın etdiyi narazılıqlarla üst-üstə düşdüyündən bugün yaşadığım Şəkidə məni ədalətsevər, qanunpərəst, hətta ləqəb kimi Müəllimoğlu da deyirlər. Bugün Xalq Parlamenti seçkilərinin ilk günündə nizamnaməsi ilə tanış olarkən gördüm ki, onun fəaliyyəti mənim fərdi mübarizə prinsiplərimlə üst-üstə düşür. Bu səbəbdən də birinci tur namizədliyimi irəli sürdüm. Çox sağ olsun ki, mənə böyük etimad göstərdilər. 17% birinci turda səs toplaya bildim. Bu səbəbdən də xalqın mənə olan etimadını nəzərə alaraq ikinci turda öz parlament seçkilərinə namizədliyimi irəli sürürəm. Birinci turda qalib gələnlərin 3-4 nəfərini çıxmaq şərti ilə hamısının fəaliyyət planını, xarakterləri məni qane elədiyi üçün onların hər birinə müvəffəqiyyətlər arzulayıram. Mən də onların sırasına qatılması üçün xalqımdan yenidən səs toplamasını, mənə qarşı öz etimadını göstərməsini arzulayıram.